Soç paxlavasının hazırlanması. Şərbətli şirniyyat sevməyənlər mütləq bu dadı, bu resepti siz də yoxlayın. Çox bəyənəcəksiniz. Soç paxlavasının resepti ilə gəlmişəm. Çəkdiyim video saat 7-də çəkilib. Ona görə üzüm gözüm şiş ola bilər. Özürlü sayın. Çünki saatdan sonra yatmamışam ki, bugün iki videonu çatdırıb sizinlə paylaşa bilim. Bir şirin qoğaldı, bir də soç paxlavasını hər kəs istəyir. Soç paxlavasını söz vermişdim. Soç paxlavasını paylaşacağım. Ona görə çalışacağım ki, bugün iki videonun ikisini də çəkim sizlə paylaşım. Keçirik hazırlanmasına. Bizə lazımdır 550 qram un. Stəkan ölçüsü ilə də mən oraya yazacağım. Deməli, lazımdır 550 qram un, 250 qram yağ. Yağı buzluqdan götürməlisiniz ki, soyuq olsun. Çünki nədir? Mən onu sürtkəzdən keçirdəcəm. Bu rahat olsun. Bizim üçün başlayaq. 250 qram yağ. Belə edirsiniz. Şirniyyat bişiriləndə uşaqlar sevinir. Əslində mən şirniyyatçı olsam da, yəni çox şirniyyat işi ilə məşğul olsam da, o şirniyyatdan bizim evə heç inanın ki, elə vaxt olur ki, bir ədəd belə qalmır bizim evə. Səbəb hamısını yığıram belə müştəriyə, xəmiri də hazırlayanda elə hazırlayıram ki, ondan heç bir ədəd də qalmır bizə valla. Evə şirniyyat hazırlayanda uşaqlar sevinir ki, evdə şirniyyat olacaq, yəni o dərəcə. İndi bu bizim özümüzə qalacaq. Sizə indidən bir paxlava olmayacaq. Şərbətli deyil, çox yağlı deyil. Yumurtanın sarısını əlavə elədim bura. Bu qaşıqla da xamada istifadə edə bilərsiniz. Xama 200 qram. Bu da hazır. Kabartma tozu bir paket. Tozumuz olmasa sodadan da istifadə edə bilərsiniz. Eləməzsə onu da deyim. Sodanı əlavə edirsiniz xamanın içinə, yəni söndürürsünüz onu xamada. Ondan sonra istifadə edirsiniz. 10 qram yəni. Mən qramla öyrənmişəm. Ona görə qramla deyirəm. 10 qram elə bil ki soda. Vanil olmazsa olmazdı şirniyyatlarda. Hamısını içine əlavə elədim. Bundan xəmir yoğuracağım. Ramazan necə keçir? Orucluq necə keçir? Siz orada bir dənə yazın. Görüm hələ. Əslində bu il elə bilirəm ki, biraz elə bilirəm ki, fəsillə əlaqəli bu il Ramazan çox asan keçir, çox şükür Allaha. Uşaqların günlərini işləyirsiniz, çox şükür Allaha. Yəni gün hardan gəlir, hara gedir, bir nə susamaq olur, nə acmaq olur. Yəni Allah da dözüm verir əslində bizə, amma həqiqətən də yəni heç birini hiss edilmir. Yəni içmə yayda hiss eləmirəm çox. Bəzən acılıq falan olur, amma o da ki, hiss etməliyik artıq biz onu. Amma o dərəcə çətin deyil. Çox şükür. Sizlərdə necə keçir? Getdiyindən mən sizə istədiyim kimi videolar çəkə bilmədim. Olsun. Xəmir hazırdır. Xəmiri bir yerə yığmaq üçün bu miqdarını sizə dediyim ərzaqlardan başqa ərzağa ehtiyacı yoxdur. Narahat olmayın. Və əvvəl əlinizə quru gələ bilər. Yoğurduqca elə bilərsiniz ki, qurudur, amma quru deyil. Siz onu belə bir yerə gətirdikcə elə əlinizdə yağ əriyəcək. İstədiyiniz xəmir görünüşü hansı ki, baxın, istədiyiniz bu xəmir görünüşünü alacaqsınız. Heç bir ehtiyac deyil ki, artıq siz ora xama əlavə eləyəsiniz və ya yumurta əlavə eləyəsiniz. Çünki bilirəm, yəni əvvəldə o bir yerə ki, yığmağa çalışırsan xəmiri, elə bilirsiniz ki, qurudur da. Yəni adama elə gəlir ki, qurudur xəmir, mən bunu bir yerə yığa bilməyəcəm. Amma əlin istiliyi qızdırır və baxın, bu xəmir
əmələ gəldi. Xəmir 3 saat ərzində qalacaq soyuducuda, buzluqda deyil. Yuxarı hissəsində qalacaq. Ona kimi də biz içliyini hazırlayaq. Belə bir salafana qoyacağım indi bunu. Hazırdır, baxın. Baxın, hazırdır. Qoyuram soyuducuya. Keçək saç paxlavasının içinin hazırlanmasına. Burada var, bilirsiniz yəqin ki, 5 yumurtanın sarısını da xəmirinə istifadə etdim. Ağını da içli eləyəcəm. Yumurtanın ağını ağarana kimi mikserdə çalırıq. Bir stəkan yarım şəkər tozu ilə bərabər ağarana kimi mikserdə çalacağım. Yumurtanın ağı bezi halını alandan sonra 250 qram qoz ləpəsini, çəkilmiş qoz ləpəsi əlavə eləyəcəm. $50 sarı kişmiş əlavə eləyəcəm. Hardasa istəsəz, yəni zövqə uyğundur. İstəsəz sarı kişmiş vura da bilərsiniz, vurmaya da bilərsiniz. Çünki bəzi xanımlarımız, baxıram mən reseptlərdə, bəzi xanımlarımız vurur, bəziləri vurmur. İndi o zövqdən asılıdır. Mən istəyirəm ki, bu gün sarı kişmişdən istifadə edin. Xəmir artıq hazırdır. Qaldı bir 3 saat qalır, 3-4 saat saxlaya bilərsiniz. Bunu 3 günlüyə ayıracağım. Xəmiri 3 günlüyə ayıracağım indi. Alt və üst kündə qalın olacaq. Ortada istifadə etdiyimiz gündə isə nəzik olacaq. Yəni balaca olacaq. Ölçü cəhətdə hər ikisi 370-75 qram. Alt və üst 370-375 qram arasıdır. Neyindir indi bunu? Əslində yağ vurmağa ehtiyac yoxdur. Çünki yağlı xəmirdir, yapışmır. Amma özümə qaranlıq altına almaq istəyirəm, belə deyim. Bura duru yağ da vura bilərsiniz. Bu kündəni də yayandan sonra qalan içliyimizi əlavə edirik. Mən əvvəldən kəsməyəcəm. Elə üstündən belə, baxın bu duzu qoyacağım. Mən bişəndən sonra kəsəcəm. Səbəbi kəssəm içindəki, yəni çox dərindən kəsməyəcəm də. Kəssəm içindəki o bezi çıxacaq. Çox səliqəsiz görsənəcək. Belə duz qoyacağım. Duru yağ. Yumurtanın sarısını duru yağ əlavə eləyəcəm. Qoyuruq 150 dərəcəyə başlayır bişməyə. Hava rejimində qətiyyən qoymayın, yəni kondisiyon. Hava rejimində qətiyyən bişirməyin. 150 dərəcədə klassik rejimdə bişiririk. Yeməyi unutmuşam. Mən onu göyə verəndə gördünüz ki, üzərinə nə badam var idi, nə qoz var idi. Əgər mən badamı qabaqcadan qoysam, üzərinə qoz ləpəsi də qoya bilərsiniz, fındıq ləpəsi də qoya bilərsiniz, badam da qoya bilərsiniz. Ürəyiniz nə istəyir? Əldə nə varsa, üzərinə ondan qoya bilərsiniz. Mən sobadan qızaracaq, çıxardacağım. Daha sonra yumurta ağı ilə badamı üzərinə yapışdıracağım. Bir dəfə də sobaya verəcəm. Daha sonra rahat-rahat. Çünki mən onu əvvəldən qoysam, o badam qızaracaq və o mənə xoş gəlməyəcək. Ona görə düşündüm ki, sonradan qoyum. İstəsəz siz də elə edə bilərsiniz. Yox, əgər desəz ki, mənim işim uzun olacaq, elə bir dəfəmlik əvvəldən üzərinə də düzüb qoya bilərsiniz, amma qızaracaq. Mən də qızarmağını istəmirəm. Belə.
Gözləyib pişsin. Kızarandan sonra götürürəm mən yumurtanın ağını. Daha sonra bu formada yapışdırıram. Bunu da deyim ki, bu əslində paxlava deyil, əslində piroqdur, sot piroqu. Sadəcə olaraq paxlava deyirik.